O uğursuzluqlar belə ağıllı olan investor üçün pozitiv faktordur. Bəs investorları bu layihələrə necə inandırmısınız ki, onlar pul yatırmağı qəbul edirlər? Birincisi təcrübə, yəni mən artıq 20 ildir ki, bu sahədəyim. Bir insan eyni sahədə uzun müddət çalışırsa, istəsə də istəməsə də o sahədə ən yaxşılarından biri olur. Mən onu göstərirəm ki, bundan öncə mən bu layihələri eləmişəm, bu nəticələri əldə eləmişəm və onu görən adamlar sənə inanmağa başlayır. Bilir ki, sən komanda idarə edə bilirsən, komanda yığa bilirsən. Bilir ki, sən bir məhsulu çıxardıb bazara, oradan pul qazana bilirsən. Bilir ki, sən o layihəni sonra sata bilirsən. Bu şeyləri bildiyinə görə deyir ki, tamam, sənin növbəti macəran nədirsə, mən orada da bir hissə istəyirəm və o macəranın bir hissəsi olmaq istəyirəm. Yəni təbii yolla gedir. Hətta uğursuzluqlar belə faydalıdır. Böyük uğursuzluqlarım olub bu yolda. O uğursuzluqlar belə ağıllı olan investor üçün pozitiv faktordur. Yəni fikirləşir ki, sən əgər 10 dənə şirkət qurub batırmısansa, onun hər birindən nəsə öyrənmisən və o öyrəndiyin şeylərin nə olduğunu bilirsənsə, çünki söhbət vaxtı sual verilir, deyir ki, deyirsən ki, bu şirkət batdı, misal üçün, niyə batdı? Bu səbəblərə görə. O başa düşür ki, sən səhvlərdən nəticə çıxarda bilirsən, öyrənə bilirsən və intellekt səviyyəvi də görə bilir. Deyir ki, tamam, bu indi yeni başlayacağı şeyin şansı çoxdur, uğurlu olmalı, çünki təcrübəsi çoxdur. Yəni Amerikada, Avropada, lap elə Ərəb Əmirliyində də investorlar uğursuzluqları dəyərli bir şey kimi görür. Bizim cəmiyyətdə biraz bu fərqlidir. Yəni uğursuzsansa, yəni uğursuz layihədə eləmisənsə, deyəcək ki, onda heç nə olmur. Amma oradakı düşüncə tərzi biraz fərqlidir.